Təsəvvür edin, kiçik bir ərazi, 2 milyondan çox insan, onilliklərdir davam edən münaqişə və dünyanın diqqət mərkəzində olan bir təşkilat. Həmas. Bəziləri onu Fələstin müqavimət hərəkatı adlandırır, digərləri isə terror təşkilatı hesab edir. Bəs Həmas əslində kimdir? Necə yarandı və necə oldu ki, Yaxın Şərqin taleyini dəyişən əsas güclərdən birinə çevrildi? Bu videoda Həmasın tarixini, məqsədlərini, hərbi gücünü və regiona təsirini sadə dillə izah edəcəm. 1987-ci ilin dekabrında İsrailin işğalı altında olan Qəzza və İordan çayının qərb sahilində birinci intifada, yəni Fələstin üsyanı başladı. Küçələrdə etirazlar, toqquşmalar və ümumi narazılıq hökm sürdü. Məhz bu dövrdə Fələstinli din xadimi Şeyx Əhməd Yasin və onun tərəfdarları yeni bir təşkilat yaratdı. Bu təşkilat Hərəkat Əl-Müqavimə Əl-İslamiyyə, qısaca Həmas adlanırdı. Həmasın ideologiyası İslam prinsipləri ilə Fələstin milliyyətçiliyini birləşdirirdi. Təşkilat həm siyasi, həm dini, həm də silahlı müqavimət yolu ilə Fələstin dövlətinin qurulmasını hədəf kimi elan etdi. 1980 və 1990-cı illərdə Həmas təkcə silahlı fəaliyyət göstərmirdi. Təşkilat məktəblər açır, xəstəxanalar tikir, yoxsul ailələrə yardım edir, sosial proqramlar həyata keçirirdi. Bu fəaliyyətlər nəticəsində xüsusilə Qəzza zolağında geniş ictimai dəstək qazandı. Bir çox Fələstinli üçün Həmas yalnız silahlı təşkilat deyil, həm də sosial dəstək sistemi idi. Həmasın silahlı qanadı İzzəddin Əl-Qassam briqadaları adlanır. Bu qüvvə raketlər, pilotsuz uçuş aparatları, tank əleyhinə silahlar və geniş tunel şəbəkəsi ilə tanınır. Xüsusilə Qəzza altında inşa edilən tunellər silah daşıması, döyüşçülərin hərəkəti və gizli əməliyyatlar üçün istifadə olunurdu. İsrail bu tunelləri Qəzza metrosu adlandırırdı. 2006-cı ildə Fələstində parlament seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin ümumilikdə azad və rəqabətli hesab etdiyi bu seçkilərdə Həmas gözlənilmədən qalib gəldi. Lakin seçkilərdən sonra Həmas ilə Fəth hərəkatı arasında silahlı qarşıdurma başladı. 2007-ci ildə Həmas Qəzza zolağını tam nəzarəti altına keçirdi. O vaxtdan bəri Qəzza Həmas tərəfindən idarə olunur. İordan çayının qərb sahilində isə əsas idarəetmə Fələstin administrasiyasının əlindədir. 2007-ci ildən sonra İsrail təhlükəsizlik səbəblərini əsas gətirərək Qəzzaya ciddi məhdudiyyətlər tətbiq etdi. Misir də Qəzza ilə sərhəd keçidinə müxtəlif dövrlərdə məhdudiyyətlər qoydu. Bu blokada insanların və malların hərəkətinə ciddi təsir göstərdi. BMT və beynəlxalq təşkilatlar uzun illərdir Qəzzadakı humanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə edirlər. Müxtəlif beynəlxalq araşdırmalara görə Həmas maliyyəni müxtəlif mənbələrdən əldə edir. Bunlara xaricdən edilən iyanələr, öz biznes şəbəkələri, müxtəlif maliyyə axınları və bəzi dövlətlərin göstərdiyi dəstək daxildir. Amerika və digər qərb ölkələri uzun illərdir İranın Həmasa maliyyə və hərbi dəstək verdiyini qeyd edir. İran isə Fələstin müqavimətinə siyasi dəstəyini açıq şəkildə ifadə edir. 2023-cü ilin 7 oktyabrında Həmas İsrail ərazisinə tarixinin ən böyük hücumlarından birini həyata keçirdi. Minlərlə raket buraxıldı, silahlı qruplar sərhədə keçərək müxtəlif yaşayış məntəqələrinə daxil oldu. İsrail rəsmilərinin məlumatına görə çox sayda insan həlak oldu və girov götürüldü. Bu hadisədən sonra İsrail Qəzzaya geniş miqyaslı hava və quru əməliyyatlarına başladı. Müharibə nəticəsində Qəzzada böyük dağıntılar yarandı. 10 minlərlə insan həyatını itirdi və yaralandı. 100 minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. BMT və digər beynəlxalq təşkilatlar bölgədə ciddi humanitar böhran olduğunu qeyd edir. Həmas beynəlxalq aləmdə necə qiymətləndirilir? Burada fikirlər fərqlidir. Amerika, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və bir sıra digər ölkələr Həması terror təşkilatı kimi tanıyır. Digər tərəfdən bəzi dövlətlər Həmasla siyasi təmaslar saxlayır və ya onu Fələstin müqavimət hərəkatı kimi xarakterizə edir. Bu fərqli yanaşmalar Həmasın beynəlxalq statusunu mürəkkəbləşdirən əsas səbəblərdəndir. Analitiklərin fikrincə, Həmas yaxın illərdə də Yaxın Şərq siyasətində əsas aktorlardan biri olaraq qalacaq. Qəzzanın gələcəyi, girovların taleyi, atəşkəs danışıqları və Fələstin dövlətinin perspektivi böyük ölçüdə Həmas, İsrail və beynəlxalq vasitəçilər arasında aparılan danışıqlardan asılı olacaq.
Bir çox ekspert hesab edir ki, münaqişənin hərbi yolla tam həlli çətin görünür və uzun müddətli sabitlik üçün siyasi razılaşmalar həlledici rol oynayacaq. Həmas sadəcə bir silahlı qrup deyil, o eyni zamanda siyasi hərəkat, sosial şəbəkə və Qəzzada faktiki idarəetmə strukturu kimi fəaliyyət göstərən mürəkkəb bir təşkilatdır. Onun fəaliyyəti İsrail-Fələstin münaqişəsinin mərkəzində dayanır və yaxın şərqdə baş verən demək olar ki, hər böyük hadisəyə təsir göstərir. Bu səbəbdən Həması anlamaq təkcə bir təşkilatı deyil, həm də 10 illiklərdir davam edən İsrail-Fələstin münaqişəsinin tarixini və yaxın şərqdəki geosiyasi tarazlığı anlamaq deməkdir.